İzləyicilərimizin musiqi ilə bağlı sualları var idi və TikTok izləyiciləri də dəfələrlə soruşur ki, bəs Elşad bəy əsaslandıra bilərmi musiqi niyə haramdır? Yəni haram olduğunu demədim. Üzr istəyirəm, haram sayılmır. Haram olanları Allah bildirib, qalan bütün hər şeylər halaldır. Məsələn, haram olduğunu deyənlər deyim qısa olaraq. Bəli. Quran-Kərimdən mənasız söz kimi ifadə olunan bəzi terminləri gətirirlər ki, bununla əlaqəlidir. O zaman mənalı söz olduğu zaman halal mı olacaq? Qarşı tərəfində belə bir sual ola bilər. Yaxud da belə bir şey, həmin insanlar deyirlər ki, dəft çalmaq, məsələn, bu haram deyil. O zaman bu musiqi sayılır, sayılmır. Yaxud da Peyğəmbərin dövründə gitara mı var idi? O çalınmış olsaydı, o zaman halal olan gitara mı olasaydı, saksofon olmayasaydı? Bu misal üçün. Amma ona görə də bunların yanaşmalarında bir çox problemlər var. Məsələn, musiqi deyəndə nəyi nəzərdə tutursan? Heyvan səslərindən əldə edilən bir məsələ və yaxud da musiqi sayılırmı? Yoxsa hər hansısa bir simli musiqi aləti olduğu zaman mı haram sayılır? Bunların heç biri yoxdur. Adamlar məsələn heykəl çəkməyə haram olur, heykəl düzəltməyə, heykəl tıraşlığa haram olduğunu bildirir. Və yaxud da deyək ki, şəkil çəkməyin haram olduğunu bildirir. Adam təsəvvürün kameranın qarşısında dayanıb, kameranın qarşısında adi fotoaparatla şəkil çəkməyin haram olduğunu bildirən insanlara biz başqa nə ad deyə bilərik ki, bu insanlar hələ də bir saniyəlik video görüntünün neçə kadrdan ibarət olduğunu bilmirlərsə, bunun bir görüntülər olduğunu bilmirlərsə, bu adamların deməli ki, məsələyə yanaşmasında biraz narahatçılıq.